Xoş gördük əziz dinləyicilər. Ukrayna Silahlı Qüvvələri bu mərd və rəşadətli ordu yenə də dünyaya müharibə sənətini öyrədir. Və Rusiyanın verdiyi o cavablara, o uşaq qatili, uşaqların öldürülməsinə verilən cavablar çox mükəmməldir. Və bu günlərdə artıq Samara, Sızranda böyük bir neft ayırma zavodunun vurulması, silah qayırma fabriklərinin vurulması ilə bərabər həm də Ukrayna Silahlı Qüvvələrinin Alfa qrupası Xersonda FSB-nin təlim mərkəzini vurub və orada artıq yüzlərlə insanın, yüzlərlə əskərin ölməsinin məlumatları yayılır. Bununla bərabər həm də bilirsiniz bu kadrovçular vardı, Çeçen kadrovçularından da Donbas istiqamətində, Donetsk istiqamətində 65 nəfərin öldürülməsi, 65 əskərin eyni zamanda öldürülməsi məlumatı da yayılır. Sızranda da yenə eyni, Sinijnada da yenə eyni proseslərin baş verdiyi barəsində məlumatlar var və bu məlumatlar demək olar ki, videoları da, hər bir detalları da yerindədir. Və bu günlərdə yenidən Rusiyanın səfərbərlik barəsindəki artıq biz çıxışlarını görürük altdan. Çünki bilirsiniz ki, məhz Rusiya bir ay ərzində 30 min əskər orduya göndərə bilirsə, bunun artıq bəzi ekspertlər bildirirlər ki, bu 25 minə düşüb. Amma eyni zamanda Ukraynada hər ayda artıq 30 mini öldürən bir səviyyədə bir göstəricisi var. Bu da onu göstərir ki, böyük surətdə Rusiyanın ordusu kiçilir və onun hər hansı bir daha əməliyyat keçirmə imkanları da qısıtlanır. Və bu da o deməkdir ki, Rusiya üçün böyük bir fəlakət, artıq döyüşmək üçün belə ordu tapa bilməyəcək. Onun üçün də yenidən səfərbərliyə getmək barəsindəki əmr edilir ki, heç olmasa aya 30 min civarını yaşatsın. Amma bu əlbəttə çox çətindir. Çünki bunun para, pul baxımından çox çətindir. Artıq Çində olan görüşlərinin də daşa dəydiyi barəsində biz məlumatları görürük. Çin də bildirir ki, Ukrayna sənin fəlakətin olacaq. Sibir 2 layihəsinin də çəkilməsi daşa dönüb və mümkün deyil. Çünki heç kəs bu məğlub olan, heç kəs bu çökməyə doğru gedən Putinə belə deyək, para və pul xərcləmək istəmir. Amma Putin də özünü qorumaq zorundadır. Yeni səfərbərlik, yeni insanların ölümü, yeni kütləvi ölüm, keyfiyyətsiz insanların orduya gəlməsi, bu da yeni bir fəlakətdir. Sadəcə olaraq bu müharibənin uzadılması prosesindən başqa bir şeyə xidmət etmir. Təşəkkür ederim.